Salam uşaqlar. Bugünkü video izahda düzbucaqlının və kvadratın sahəsi mövzusunun izahlarını verəcəm. Qısa olaraq bir düzbucaqlı ilə kvadratın sahələri düsturuna nəzər yetirək. Deməli, düzbucaqlının sahəsi eni vuraq uzunluq S bərabər A vuraq B. Diagonallarla verildikdə 2'də 1 D kvadratı və diagonallar arasındakı bucağın sinusu. Eyni zamanda düzbucaqlının diagonalı vuraq hündürlük. Bu düstur elə əslində bu üçüncü düstur diagonal vuraq hündürlük. Burada 2 bərabər 3 bucaq yaranır. 3 bucağın sahələri bilirsiniz ki, tərəf və həmin tərəfə çəkilən hündürlüyün hasilinin yarısıdır. Burada 2 sahəsi bərabər olan 3 bucaq yaranır. Beləliklə elə hündürlük vuraq diagonal sahəni verəcək bizə. Bir də düzbucaqlıda diagonal ilə tərəf arasında əlaqə düsturunu qeyd edək. D kvadrat bərabər A kvadrat üstə gəl B kvadrat. Elə düzbucaqlı üçbucaqdan Pifaqor teoremidir. Kvadrat üçün kvadratın sahəsi S bərabər A kvadrat, S bərabər D kvadrat bölə 2. Kvadrat üçün də diagonal ilə tərəf arasında əlaqə düsturu D bərabər A kök 2. Gəlin indi başlayaq sualların izahına. Birinci sual. Tərəfləri 18 və 8 cm olan düzbucaqlı ilə sahəsi eyni olan kvadratın sahəsini tapın. Düzbucaqlının sahəsi S bərabər A vuraq B-dir. Tərəflər verilib 18 və 8. Beləliklə S bərabər 144. Sahəsi eyni olan kvadratın sahəsi A kvadratdır. Bərabər 144-də. A kvadrat 144 isə A olur 12. Deməli, 1-də doğru cavab B. İkinci sual. Eyni sualdır. Düzbucaqlının sahəsi, yəni A vuraq B, 18 vuraq 9. Bu bizə verəcək 162. Bununla eyni böyüklükdə olan kvadratın sahəsi, yəni A kvadrat bərabər 162. Buradan A-nı tapsaq, kök altı 162. 162-ni 81 vuraq 2 kimi yaza bilərik. Bu da bizə verəcək 9 kök 2. 2-də doğru cavab Y. 3-də düzbucaqlının diagonalı 20 cm olub oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Sahəni soruşur. Düzbucaqlının diagonalı 20 cm-dir və oturacaqla 30 dərəcəli bucaq əmələ gətirdi. 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısıdır. Yəni düzbucaqlının eni olacaq 10. Digər iti bucaq 60 dərəcədir. 60-ın qarşısı isə digər katetin kök 3 mislidir. Buradan düzbucaqlının sahəsini tapsaq, A vuraq B, yəni 10 vuraq 10 kök 3. Bu da bizə verəcək 100 kök 3. Doğru cavab B. Dördüncü sual. Radiusu kök 2 cm olan çevrə daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Çevrə xaricinə çəkilmiş kvadrat dedikdə, yəni deməli çevrə daxilinə çəkilmiş kvadrat, yəni kvadratın xaricinə çəkilmiş çevrədən danışırıq. Kvadratın xaricinə çevrə çəkilibsə, fikir verin, kvadratın diagonalı çevrənin diametri olur. Radius kök 2-dir. Deməli, diametr olaraq 2 kök 2. Kvadratın sahəsi də 2'də 1 D kvadratıdır. 2'də 1 vuraq. D, buradan D bərabər 2 kök 2'yə. Yerinə yazsaq 2 kök 2'nin kvadratı bərabər 2'də 1 vuraq 8'ə. Da bizə verəcək 4. Doğru cavab C. Eyni oxşar sualdır. Bu dəfə radius verilib 4 kök 2. Onda diametr olacaq 8 kök 2. Sahə S bərabər 2'də 1 D kvadrat. Yəni 2'də 1 vuraq 8 kök 2'nin kvadratı. Bərabər 2'də 1 vuraq 64 vuraq 2. 2'lər ixtisar olunacaq, qalacaq 64.
Doğru cavab 5'də D. 6-cı sual. Kvadratın tərəfi digər tərəfin uzunluğunun yarısına bərabər olarsa, bütün kvadratın sahələri cəmi 84'dür. Onların perimetrləri cəmini soruşur. Kvadratın tərəfi kiçik kvadrat, yəni 3-cü kvadratın tərəfi A olsa, bu ikinci kvadratın tərəfin yarısıdır. Yəni deməli ikinci kvadratın tərəfi 2A'dır. Eyni zamanda böyük kvadratın tərəfi də olacaq 4A. Sahələrin cəmi bizə verilib 84. Bunların sahələrin cəmini tapsaq, böyük kvadratda sahə olur 4A kvadrat, yəni 16A kvadrat. İkinci kvadratda olacaq 4A kvadrat. Üçüncü kvadratda olacaq A kvadrat. Bunların sahələri cəmi, yəni 16A kvadrat üstəgəl 4A kvadrat üstəgəl A kvadrat bərabər 84. Buradan 21A kvadratı 84 isə A kvadrat bərabər 4'ə, A bərabər 2 olur. Bizdən perimetrlərin cəmini soruşur. P bərabər, deməli, böyük kvadratın perimetri olacaq 4 vuraq 4A, yəni 16A. İkinci kvadrat 4 vuraq 2A, 8A. Kiçik kvadrat 4 vuraq A, 4A. Bərabər. Bu bizə verəcək 28A. A bizdə 2'dir. 28'i 2'yə vursaq 56. Doğru cavab D. 7-ci sual. Perimetri 2M-ə, sahəsi 16,3M kvadratına bərabər olan düzbucaqlının diagonalları arasındakı bucağı tapın. Perimetr 2M'dirsə, onda düzbucağın perimetri 2 vuraq A üstəgəl B ilə tapılır. Bərabər 2M. İkiləri ixtisar aparsaq A üstəgəl B bərabər M olacaq. Eyni zamanda sahə, yəni A vur B bərabər 16,3 M kvadrat. Buradan A üstəgəl B bərabər M-dən hər tərəfi kvadrata yüksəltsək, alınır A kvadrat üstəgəl B kvadrat üstəgəl 2AB bərabər M kvadratına. A kvadrat üstəgəl B kvadratın yerində D kvadratı yazsaq, üstəgəl 2 vuraq AB-nin yerində 16,3 M kvadratı yazsaq, bərabər M kvadratı. Buradan D kvadrat bərabər 16 ilə 2 ixtisar olunur. Alınır M kvadrat çıxaq 8'də 3 M kvadratı. Bu da bizə verəcək 8'də 5 M kvadrat. Eyni zamanda sahəni diagonallarla olan düsturunu qeyd etsək, deməli S bərabər 2'də 1. Buradan yazaq S bərabər 2'də 1 D kvadrat sinus alfa. S'in yerində 16,3 M kvadrat yazsaq, bərabər 2'də 1 vuraq. D kvadratın yerində 8'də 5 M kvadrat vuraq sinus alfa. Buradan M kvadratlar ixtisar olunur. Məxrəclər 2 vur 8 ixtisar olunur. Burada qalır 3 bərabər 5 sinus alfa. Buradan sinus alfa bərabər 3 bölək 5. Alfa da bərabər arc sinus 3 bölək 5. Doğru cavab 7'də A. 8. İki təpəsi tərəfi 3 cm olan kvadratın diagonalı üzərində, digər o biri təpələri isə həmin kvadratın tərəfləri üzərində yerləşərsə, kvadratın sahəsini tapın. Kvadrat çəkək. Deməli, digər kvadratın təpələri isə bunu qeyd edeyim burada. Digər kvadratın təpələri isə gəlib düşür belə. Deməli, iki təpə kvadratın təpələri üzərində, digər iki təpəsi isə onun tərəfi üzərində yerləşir.
Deməli, kvadratın diagonalı bucağın tənbələnidir. Deməli, bura 45 isə, burada 45 olur. Burada düz bucaqdır, kvadratdır. Eyni zamanda burada 45-dirsə, bunlar 45, yəni bunlar bərabərdir bir-birinə. Kvadratın tərəfi 3 verilib. Kvadratın tərəfi 3 isə, diagonalını bilirik, D bərabər A kök 2-dir. Tərəf 3 isə, onda diagonal bərabər 3 kök 2-yə. Bizdə diagonal, baxın, bölünüb 3 hissəyə. X, burada X, burada X. Deməli, 3x bərabər 3 kök 2-yə. Buradan x bərabər kök 2 alınır. Deməli, kiçik kvadratın tərəfi x idi, o da kök 2 tapmışıq. Bizə deyir ki, kvadratın sahəsini tapın. Deməli, s bərabər a kvadrat. Burada kvadratın tərəfi x verilib, x-dən yazaq. X kvadrat, bu da bərabər kök 2-nin kvadratı. Yəni 2, doğru cavab 8-də Y. 9-a baxaq. 9-da da oxşar sualdır. Elə D bərabər A kök 2. Tərəf verilib 6-dır. Onda D bərabər 6 kök 2. Diagonal 3 bərabər hissəyə bölünmüşdür. Yəni 3x bərabər 6 kök 2-yə. Buradan x bərabər 2 kök 2. Sahəni tapsaq s bərabər x kvadrat. Yəni 2 kök 2-nin kvadratı bərabər 8. Deməli, 9-da doğru cavab B. Biz 8-də bunu əyani olaraq göstərdik. 9-da ona görə bir dəfə də şəkli qeyd eləmədim. 10-da perimetri 8, diagonalı isə kök 10 olan düzbucağın sahəsini tapın. Deməli, 2 vuraq A üstə gəl B 8-dir. Buradan A üstə gəl B-ni tapsaq 4 olar. Hər tərəfi kvadrata yüksəldir. A kvadrat üstə gəl B kvadrat üstə gəl 2AB. AB bizə sahəni verir, fikir versəz. A kvadrat üstə gəl B kvadratın yerində D kvadratı yazsaq, üstə gəl 2AB bərabər 16. D bizə verilib kök 10. Yerinə yazsaq 10 üstə gəl 2AB bərabər 16. Buradan AB-ni tapsaq 16-dan 10'u çıxsaq 6, 2-yə bölsək 3. Bizdən sahəni soruşur. Sahəni də tapdıq. 3. 11-də. Deməli, A üstə gəl B bərabər 6 olacaq. İkiləri ixtisar apardıq. Hər tərəfi kvadrata yüksəlsək, A kvadrat üstə gəl B kvadrat üstə gəl 2AB bərabər 36. A kvadrat üstə gəl B kvadratın yerinə D kvadratı yazsaq, D bizdə 2 kök 5'dir. Kvadratı olacaq 20. Deməli, 20 üstə gəl 2AB bərabər 36. Buradan AB-ni tapsaq, 36-dan 20-ni çıxıb 2-yə bölərik. 16-nı 2-yə böləndə 8. Deməli, 11-də doğru cavab oldu 8. 12-ci sual. Deməli, D-yə 3, A-da 4, BK A-yə perpendikulyar, BK 2 S-yə bərabərdir. S-yə x desək, BK olacaq 2x. S-yə x, BK 2x. Düzbucağının sahəsini soruşur. Buradan ADY üçbucağından düzbucaqlı üçbucaqdır. Onda bizdə AY tərəfi olacaq 5. Buradan neyini? Gəlin Y bucağına bir alfa deyək. Y deyəndə DY bucağına alfa. Onda DAY bucağı olacaq 90 çıxaq alfa. Gəlin elə beta deyək. Beta yazaq. Eyni zamanda bu alfa ilə betanın cəmi bizə verir 90 dərəcə. Alfa ilə betanın cəmi 90 dərəcədirsə, onda buradakı YAB bucağı alfa olacaq. Cəm 90 dərəcə olması üçün. Yenə də iti bucaqların cəmi 90 olduğuna görə KBA bucağı olacaq beta. Cəm 90 dərəcə alınmalıdır. Burada bir oxşar üçbucaqlar aldıq. Yəni AD üçbucaq ADY ilə üçbucaq AKB.
Eyni zamanda sinusla da tangeslə də tapa bilərsiniz. İfadə edib yaza bilərik. Gəlin oxşarlıqla yazaq. Alfanın qarşısı 4. Digər üçbucaqda AKB üçbucağında alfanın qarşısı 2x bərabər. Düzbucağın qarşısı 5. Digər tərəfdə düzbucağın qarşısı olacaq. AB olacaq 3 üstə gəl x. Niyə? Çünki DS DY 3'dür. YS x'dir. AB olacaq 3 üstə gəl x. Yəni 3 üstə gəl x. Nisbətdən deməli 10x bərabər 12 üstə gəl 4x. Buradan 6x 12-dirsə x bərabər 2 olacaq. X 2-dirsə onda tərəf olacaq 3 üstə gəl 2 bərabər 5. Sahə olacaq S bərabər A vuraq B, yəni 4 vuraq 5. Bu da bizə verəcək 20. 13-də ABCD kvadratın daxilində elə K nöqtəsi götürülüb ki, MK, KA, KD 10'dur. BM MC'ye bərabərdir. Kvadratın sahəsini tapın. BM MC'ye bərabərdir. BM x desək, MC də x olacaq. Deməli MK, AK, KS bunlar 10'dur. Kvadratın tərəfi olacaq 2x. Fikir verin, bunlar hamısı 2x olacaq. K nöqtəsini AD tərəfinə bir K nöqtəsindən perpendikulyar endirsək, kvadratın ümumi tərəfin uzunluğu 2x'dir. Onda bura bir KY yazaq. Deməli KY olacaq 2x çıxaq 10. Buradakı düzbucaqlı üçbucaqdan fikir versəz, buradakı düzbucaqlı üçbucağa bir Pifagor teoremini tətbiq eləsək, deməli olacaq 2x eyni zamanda bu y'də də x olacaq, AY-də x olacaq. Pifagoru tətbiq eləsək 2x çıxaq 10'un kvadratı üstə gəl x kvadrat bərabər 10'un kvadratı. Mötərizəni açsaq 4x kvadrat üstə gəl 100 çıxaq 40x. Üstə gəl x kvadrat bərabər 100. Yüzlər ixtisar olunur. Buradan alınır 5x kvadrat çıxaq 40x bərabər 0. 5x'i mötərizə xaricinə çıxarsaq x çıxaq 8 bərabər 0. Buradan alınır x bərabər 0, x bərabər 8. Hasilin 0'a bərabər olmasıdır. İndi tərəf 0 ola bilməz. Bu kənar kökdür. Kənar kök. Deməli tərəf oldu 8. Gətirib x'in yerinə 8 yazsaq, kvadratın tərəfi 2x'dir. Bunda bura olacaq 2 vuraq 8, yəni 16. Sahəni tapsaq S bərabər A kvadrat, 16'nın kvadratını hesablasaq, bu da bizə verəcək 256. Deməli 13'də doğru cavab 256. 14 oxşar sualdır. Gəlin bunu da eyni ilə K-nı birləşdirək burada AD ilə. BM x, burada x olacaq. Bunlar 15'dir. Bunda bura olacaq 2x çıxaq 15. Yəni də düzbucaqlı üçbucağı Pifagoru tətbiq eləsək düzbucaqlı üçbucağa. Buradan 2x çıxaq 15'in kvadratı üstə gəl x kvadrat bərabər 15'in kvadratı. 4x kvadrat çıxaq 30, 60x üstə gəl 225 üstə gəl x kvadrat bərabər 225'e. 225'lər islah olunur. 5x kvadrat çıxaq 60x bərabər 0. Eyni ilə 5x mötərizə xaricinə çıxsa x çıxaq 12 bərabər 0. Buradan alırıq x bərabər 0, x bərabər 12. X 12'dirsə kvadratın tərəfi 2x'dir. 2 vuraq 12. Deməli S bərabər tərəf oldu 24. 24'ün kvadratı. 24'ün kvadratı bizə verəcək 576. 15. ABCD 40'dır. KSD
bərabərdir KBS-yə. KSD ilə KBS konqrentdirsə, deməli KSD bura alfa, KBS burada alfa olacaq. KS 12'dir. KS bura 12 yazaq. KS 12. BK 9. Burada 9 yazdıq. Deməli 2 vuraq. A üstə gəl B. Perimetrdə verilib 40 cm. Buradan A üstə gəl B bərabər 20 alırıq. Qayıdaq düzbucaqlıya. Fikir verin. Buradan KSD alfadırsa, KSB olacaq 90 çıxaq alfa. Buraya yazıram. 90 çıxaq alfa. İndi yenə də bu üçbucağa fikir versəz, bu üçbucaq. Fikir verin, daxili bucaqların cəmi 180 olmalıdır. İndi bizə biri alfadır, biri 90 çıxaq alfa. Bunların cəmi 90 verir. Onda buradakı K bucağı bizdə olacaq 90 dərəcə. Düz bucaq. İndi bura düz bucaqdırsa Pifagora görə biz BS-ni tapa bilərik. BS olacaq 15. BS 15'dir. Perimetrdə 20'dir. Böyle A'nın yerinə 15 yazsaq, üstə gəl B bərabər 20. B bərabər 5 olacaq. Onda düzbucağın eni də olacaq 5. Saha olacaq 5 vuraq 15. Bu da bizə verəcək 75. 15'də doğru cavab 75. 16. BM 8, MN 12. BM perpendiküler AS, DN AS'ya perpendikülerdir. Düzbucağının sahəsini soruşur. Fikir versəz, düzbucaq təpəsindən çəkilən hündürlüklərdir. BM ilə ND. Bunlar konqrentdir. Yəni bu ND də 8 olacaq. Eyni zamanda bu diagonalın ayırdığı, bu hündürlüklərin diagonaldan ayırdığı AM ilə NS də bərabər olacaq. Buralara X desək, düzbucaq təpəsindən çəkilən hündürlüyün xassasını tətbiq etsək, H kvadratı bərabər MN metrik münasibətlərdən. Buradan alırıq 8'in kvadratı bərabər X vuraq 12 üstəgəl X-ə. Buradan X-i tapsaq, X bərabər 4 alınacaq. Bizdən düzbucağının sahəsini soruşur. Düzbucağının sahəsi üçün də demişdik. Diagonal vurulsun elə hündürlük. Diagonal olacaq D bərabər 4 üstəgəl 12 üstəgəl 4. 20 verəcək bizə. S bərabər D vuraq H. Yəni diagonala endirilmiş hündürlük. D bərabər diagonal 20, hündürlük isə 8. Bu bizə verəcək 160. Deməli 16'da doğru cavab 160. 17-ci suala baxaq. 17 yenə oxşar sualdır. Burada eni ilə bunlara X desək, 3'ün kvadratı bərabər X vuraq. X üstəgəl 8. Deməli buradan 9 bərabər X vuraq. X üstəgəl 8. X bərabər 1 alınır buradan. Ötəzəni açıb özünüz V terimindən tapa bilərsiniz. X 8 isə S bərabər D vuraq. HD. Bu da bərabər. Deməli diagonal oldu D bərabər 1 üstəgəl 8 üstəgəl 1. 10. 10 vuraq. Hündürlüyü də 3 idi. Bu da bizə verəcək 30. 18. 7 kök 117. Burada onun tərsidir. YF 9. YF 9. Biz buradan FT hündürlüyünü tapa bilərik. FT bərabər kök altında. Deməli 117 çıxaq 81. Bərabər kök altı. Bu bizə verəcək
36 və bərabər 6. Deməli, hündürlüyü tapdıq 6. Bura 6 yazaq. Eyni ilə yenə də bunlara x yazsaq, 6'nın kvadratı bərabər x vuraq 9 üstəgəl x. Buradan x bərabər deməli 4x 36-dırsa neçə olur buradan x? X bərabər 3 olur. 3 vuraq 12. S bərabər diagonal oldu. Deməli bunlar 3'dür. 12, 15. 15 vuraq hündürlüyü də 6. Bizə verəcək 90. 18'də doğru cavab 90. 19'a baxaq. 7, 208. Kök 6, 208. YF 12. Bura 12'dir. Yenə FD-dən FD kvadrat bərabər 208'dən çıxaq 12'nin kvadratı 144 bərabər 208'dən 144 çıxsa 64. Buradan FD bərabər 8 alarıq. FD 8'dir. Hündürlüyü tapdıq 8. FC ilə A'ya x yazsaq 8'in kvadratı bərabər deməli x vuraq 12 üstəgəl x. Buradan x'i tapsaq x bərabər 4 alınır. S bərabər 16, 20. 20 vuraq 8. Da bizə verəcək 160. 20'də BAC 90 dərəcə AK BC-yə perpendikulyar, BK kongruentdir BE-yə, BK BE-yə. Deməli bura A'dırsa, burada A olur. BCDY düzbucaqlının sahəsi 196 olarsa AB-ni tapın. Gəlin KC-yə bir B deyək. Deməli buradakı düzbucaqlı üçbucağa fikir versək, ABC düzbucaqlı üçbucağına düzbucaq təpəsindən çəkilən hündürlüydür. Burada düsturumuz necə idi? AB-nin kvadratı bərabər, katetin kvadratı bərabər hipotenuz vuraq. Bizdə hipotenuz BC-dir. BC vuraq. AB katetin BC hipotenuzu üzərindəki proyeksiyası, yəni BK. BK-ya. Buradan AB kvadrat bərabər BC bizdə A üstəgəl B-dir. Vuraq B-yi, yəni A-ya. A üstəgəl B ilə düzbucaqlının uzunluğudur. A isə düzbucaqlının eni. Bu bizə verilib 196. Bu bizə S-i verir. S sahəni. Buradan AB kvadratı bərabər 196-dırsa AB-miz olur 14. Bizdən də AB-ni soruşurdu. 21. Diagonallar arasındakı bucaq 30 dərəcə olan düzbucaqlının perimetri 24'dür. Düzbucaqlının sahəsini soruşur. Diagonallarını çəkək. Diagonallar arasındakı bucaq 30 dərəcədir. Perimetr 24'dür. Deməli 2 vuraq A üstəgəl B bərabər 24. Buradan alırıq A üstəgəl B bərabər 12. Buradan hər tərəfi kvadrata yüksəldək. A kvadrat üstəgəl B kvadrat üstəgəl 2AB bərabər 12'yə. A kvadrat üstəgəl B kvadratın yerində D kvadratı üstəgəl 2 vuraq. Deməli düzbucaqlının sahəsinin diagonallarla olan düsturu 2'də 1 D kvadrat sinus alfa sinus 30 dərəcə. Sinus 30'da 2'də 1 alır. Bu da elir 4'də 1 D kvadrat. Deməli bu həm də bizim üçün AB idi. AB-nin yerində 4'də 1 D kvadratı yazsaq 4'də 1 D kvadrat bərabər 12'yə. 2 ilə 4 ixtisar gedir. Burada 2'də 1 qalır. Deməli 1/5 D kvadrat bərabər 12. Buradan D kvadrat bərabər 12'ni deməli 1/5'ə bölsək alırıq 8.
D kvadratı 8'dir. Düzbucağının sahəsini soruşur. Düzbucağının sahəsi S bərabər 2'də 1. D kvadrat sinus alfa demiştik. 2'də 1 vuraq. D kvadratını tapdıq 8. Sinus alfa da bizə 2'də 1 verir. Bərabər. Bunlar ixtisar gedir. Qalır burada 2. Burada 12'ni kvadrata yüksəltmədik. 12'nin kvadratını bir dənə qeyd eləyək burada. 12'nin kvadratı. Bu bizə verəcək 144. Bunları hesablayaq. 144. 1/5 bərabər 144. 144'ü 1/5'e bölsək 96. D kvadratın yerində 96 yazaq. Deməli 2'də 1. Vuraq 96. Vuraq sinus 30'da 2'də 1. 96'nı 4'e bölsək 24 alarıq. 22. Deməli A4 B6 C4. Onda bu kvadratdır. Bunun sahəsi olacaq ABYF'in sahəsi 16. FYSD'nin sahəsi burada YF də 4 olacaq. Olacaq 24. Baxaq indi ABYF 16. Deməli 1'ə uyğundur A. Burada yazaq 1'ə uyğun A. Baxaq sonra FYSD 24. 1'ə uyğun həm də B. Deməli B'ni də tapdıq. İndi keçək ikinciyə. İkincidə A6 B8 C6. Deməli ABYF 36 FYSD olacaq 48. Bizə verilib deməli ABYF 4 yoxdur. ABYF 4 yoxdur. ABSD ümumi verilib 84. Baxaq 36 48 84. Deməli 2'yə uyğundur D. Sonra üçüncü üçün yoxlayaq. 3'də A verib 2. C də 2'dir. B 10. ABYF 4. FYSD olacaq 20. Deməli ABSD 24. 3'ə uyğundur C. ABYF 4 həm də Y uyğundur. 23. Tərəfi 0.5 cm olan kvadrat formalı rəngli karton kağızlardan istifadə edilərək muazziyə kart hazırlanmalıdır. Ölçüləri 25 və 30 cm olan düzbucaqlı mozaika hazırlamaq üçün neçə ədəd karton kağız lazımdır? Deməli düzbucaqlı verilib. Düzbucaqlının eni 25, uzunluğu 30'dur. Bunlar deyir ki, kiçik kvadratlardan mozaikalar hazırlanır. Kiçik kvadratlardan. Belə kvadratlardan. İndi bu kvadratların sahəsi tərəfi isə 0.5'dir. Bura 0.5'dir. İndi gəlin biz düzbucaqlının sahəsini tapaq. S düzbucaqlı bərabər 25 vuraq 30. Bu düzbucağın sahəsidir. S kvadratın sahəsini tapaq. 0.5'in kvadratı. Yəni 0,25. İndi bizə deyir neçə dənə belə karton lazımdır. Biz nə edirik? S düzbucaqlının sahəsini S kvadratın sahəsinə bölərik. 25 vuraq 30 bölək 0,25'e. Sürət və məxrəcini 100'ə vursaq
İndi bunu hesablasaq bərabər məxrəc olacaq 25, surət olacaq 25 vuraq 30 vuraq 100. 25'lər ixtisar olunur, qalır 3000. 24. Yenə oxşar sualdır. S düzbucağının sahəsi bərabər 20 vuraq 25. S kvadratın sahəsi bərabər 0,4'ün kvadratı. Yəni 0,16. S düzbucağının sahəsini S kvadratın sahəsinə bölməklə neçə ədəd lazım olduğunu tapaq. S düzbucaqlı 20 vuraq 25'dir. S kvadrat 0,16. Bunu da 100'ə vuraq. Məxrəc natural ədəd olsun. Deməli, məxrəc oldu 16. Surət 20 vuraq 25 vuraq 100. Bərabər. 20 ilə 16'nı ixtisar aparaq 4'ə. Burada qalır 4, burada 5. 100 ilə də 4'ü ixtisar aparsaq, burada qalır 25. Deməli, 5 vuraq 25 vuraq 25 bərabər. Neçə verəcək bizə? 625'i 5'ə vursaq, 5, 2, 1, 3. Deməli, 3125 ədəd lazımdır. 25. Düzbucaqlının bir tərəfinin uzunluğu 7, sahəsi isə 49 santimetrdən kiçikdir. Düzbucaqlının digər tərəfinin uzunluğu santimetrlərlə tam ədəddirsə, onun mümkün qiymətlərini yazın. Sahə S bərabər A vuraq B. Tərəf 7'dir. Bir tərəfi 7'dir. Fərqi yoxdur. Bura 7 yazaq. Burada bir A yazaq. Deməli, 7 vuraq A deyir ki, sahə 49'dan kiçikdir. Yazırıq 7 vuraq A kiçikdir 49'dan. Buradan alırıq A kiçikdir 7'dən. A-nın ala biləcəyi qiymətlər hansılardır? 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, 4 ola bilər, 5 və 6. 26. Burada da elə deməli 6 vuraq A kiçik 36'dan, A kiçik 6'dan. A hansı qiymətlər ola bilər burada? 1 ola bilər, 2, 3, 4 və 5 qiymətlərini ala bilər. 27. Rombun iti bucağı 60 dərəcə, kiçik diaqonalı 3 santimetrdir. Rombun xarici oblastında tərəfləri üzərində tərəfinin uzunluğunu rombun tərəfinə konqrent olan kvadratlar qurulub. Bu kvadratların sahələri cəmini tapın. Bu rombdur. Deməli, bunun iti bucağı 60 dərəcədir. İti bucağı 60, kiçik diaqonalı 3'dür. Bərabər yanlıdır. Deməli, bərabər yanlı üç bucağın iti bucağı, bir bucağı 60 ise digərləri də 60 olur. Bu olur bərabər tərəfli. Bunda bu tərəflər hamısı 3 olacaq. İndi bu tərəflər üzərində qurulmuş kvadratlar. Gəlin bu tərəflər üzərində kvadratları quraq. Gəlin bunun rəngini dəyişim. Deməli, indi fikir versəz, əgər tərəfləri üzərində kvadratlardırsa, deməli bu kvadratların deməli yapışdır. Məsələn, fikir versəz, bunun sahəsi olacaq kvadratın sahəsi 3'ün kvadratı 9. Eyni ilə digər tərəfi üzərində də kvadrat qursaq, bu da elə olacaq eyni. Hamısı bir-birinə bərabər olacaq.
Digər tərəflər üzərində də hamısı bura olacaq 9. Burada olacaq 9. Burada da olacaq 9. Deməli S bərabər sahələri cəmini istəyir. 4 vuraq 9 bərabər 36. 28. Kvadrat formalı lövhədən eni 20 sm olan düzbucaqlı hissə kəsildi. Lövhənin qalan hissəsi sahəsi 1500 kvadrat santimetr olan düzbucaqlıdır. Kvadrat lövhənin sahəsini tapın. Bir kvadrat çəkək. Deməli, kvadratdan eni 20 sm olan bir düzbucaqlı kəsilir. Deməli, bura eni 20 sm. Kvadratın tərəfini bilmirik. Kvadratın tərəfinə bir A desək. Onda bu hissə, buradan bura qədər hissə olacaq. A çıxaq 20. Eni ilə burada A olacaq. Bura 20 olacaq. Bura A olacaq. Burada A çıxaq 20 olacaq. Bizə verilib lövhənin qalan hissəsi nə qədərdir? 1500 kvadrat santimetrdir. Deməli, bu qalan hissə. Bunun sahəsi bizə verilib 1500. İndi bu düzbucaqlının sahəsini necə taparıq? A vuraq. A çıxaq 20. Bərabər 1500. Buradan A-nı tapsaq, A bərabər A olacaq 50. Mətərziyəni açsaq, Viet teoremi ilə A-nın 50 olduğunu tapa bilərik. Deməli, A oldu 50. Bizdə kvadrat lövhənin sahəsini soruşur. Kvadrat lövhə S bərabər A kvadratıdır. Yəni 50-nin kvadratı. Bu da bizə verəcək 2500 kvadrat santimetr. 29 yenə oxşar sualdır. Yəni bunu da qeyd eləyək. Deməli, bura A-dır. Bu qədər hissə bölünür. Deməli, kəsilir. Bura 30. Bura olar A çıxaq 30. Deməli, buranın sahəsi bizə verilib 2800. A vuraq A çıxaq 30. Bərabər 2800. Buradan A bərabər 70. A 70 isə S bərabər A kvadrat. Bu da 70-in kvadratı. Bizə verəcək 4900 kvadrat santimetr. 30. Şəkildə düzbucaqlı üçbucağın tərəfləri üzərində şəkildəki kimi kvadratlar qurulub. Düzbucaqlı üçbucaq, gəlin burada düzbucaqlı üçbucaq. Deyir ki, birinci və ikinci kvadratların sahələri fərqi 25 olarsa, üçüncü kvadratın perimetrini tapın. Kvadratın tərəflərinə gəlin A, B, C deyək. Pifaqor teoremindən bilirik ki, A kvadrat üstəgəl B kvadrat bərabər C kvadratına. Şərtdə bizə deyir ki, birinci və ikinci kvadratların sahələri fərqi. Birinci kvadratın sahəsi olacaq S bərabər C kvadrat, ikinci A kvadrat, üçüncü isə B kvadrat olacaq. Birinci ilə ikincinin sahələri fərqi. Yəni C kvadrat çıxaq A kvadrat bərabər 25 verilib. C kvadrat çıxaq A kvadratın yerində B kvadratı yaza bilərik. Buradan B kvadrat bərabərdir. C kvadrat çıxaq A kvadrat. Deməli, B kvadrat buradan bərabər 25. B bərabər 5 olur. Tərəfi 5 tapdıq. Bizdən perimetrini soruşur. P bərabər 4A. Yəni olacaq 20. Eyni ilə oxşar sualdır. Bura A, B, C yazsaq. A kvadrat üstəgəl B kvadrat bərabər C kvadratı. Bizə verilib birinci və ikinci kvadratların sahələri fərqi. Yəni C kvadrat çıxaq
A kvadrat bərabər 49. S kvadrat çıxır A kvadrat bizə B kvadratını verir. B bərabər 7 alırıq. Bizdən perimetrini istəyir 4A. Bu da bərabər 28 olur. 32. ABC üçbucağın AB və AC tərəfləri üzərində sahələri uyğun olaraq 36, AB və AC. Deməli, AB tərəfi AB olan kvadratın sahəsi 36, tərəfi AC olan kvadratın sahəsi isə verilib 100. Kvadratlar qurulub. BC tərəfinin tam ədəd olduğunu bilərək kvadratın sahəsinin ən böyük qiymətini kvadrat santimetrindən ifadə edindir. Sahə 36-dırsa, onda AB tərəfi 6 olur, AC tərəfi də 10 olur. BC tərəfinə bir x desək, üçbucaq bərabərsizliyindən bilirik ki, x 10 ilə 6-nın cəmindən kiçik, fərqindən isə böyükdür. Buradan x alınır 16 ilə deməli 4 arasında. Bizə deyir ki, ən böyük, sahəsi ən böyük olması üçün tam ədəd olmalıdır. Onda x-i götürürük 15. Onda sahə olacaq S bərabər 225 kvadrat santimetr. 33 oxşar sualdır bu da. 25 isə sahə tərəf olacaq 5. Digər AC tərəfi üzərində 64-dür sahə. S bərabər 64. Deməli, tərəf olacaq 8. BC-yə x desək, deməli, x 8 ilə 5-in cəmindən kiçik, fərqindən böyük olacaq. Yəni, bu modulda yazar. Bu eləyir 13. Ətraflı sualdır, ona görə burada olacaq 3. Sahənin ən böyük qiyməti, ən böyük olması üçün x bərabər 12 olacaq. Buradan sahəni tapsaq 12-nin kvadratı, bu da bizə verəcək 144 kvadrat santimetr. Bu qədər, sağ olun.